Aha. Burada uşaqlar, bütün mövzunu izah eləyəcəm hamısını. Dərsimin çatdığı müddətcə hamısını tapşırığını verəcəm, evdə yazacaqsınız. Yəni seçməyəcəm ki, oradan ora qədər yazın. Hamısını full öyrənirsiniz. Başlayalım. Deməli, y bərabərdir. Ax kvadratı üzərinə gəlsin, bx üzərinə gəlsin, c funksiyası. Bu funksiyanın qrafiki paraboladır. Parabolanda biz təyin eləyəcəyik funksiyanın əmsalındakı A hərfinə görə. Yəni, əsasən onunla təyin olunacaq və işinizə çox yarayacaq. Birinci başlayacağım nəyə? Funksiyanın təyin oblastı. Təyin oblast. Təyin oblast deyəndə söhbət x-dən gedəcək və təyin oblastı df şəklində də görə bilərsiniz. Funksiyanın təyin oblastını df şəklində yaza bilirlər. Yəni, funksiyanın təyin oblastı deyəndə x-in yerinə nə yaza bilərəm sualına cavab verirsiniz. Yəni, x-in yerinə mən burada mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər hər şeyi yaza bilərəm. Bu olacaq funksiyamızın təyin oblastı. Baxıram bir də funksiyanın qiymətlər oblastı. Qiymət obl yazıram qısaca. Bu da söhbət gedir y-dən və yaxud da bunu y-f şəklində də görə bilərsiniz. Bu da oldu funksiyanın qiymətlər oblastı. Sonra qiymətlər oblastı artıq y nə ala bilər sualına cavab verəcəksiniz. Yəni y-in aldığı qiymət nəyə görə dəyişir? X-in aldığı qiymətə görə. Yəni mən x-in qiymətini nə versəm, y də ona uyğun olaraq dəyişir. Qiymətlər oblastının düsturu isə 4ac çıxılsın b kvadratı bölünsün 4a tapandan sonra müsbət sonsuzluğa götürülür. Oldu bu şəkildə. Bu olacaq funksiyanın qiymətlər oblastı və yaxud da ki, qiymətlər çoxluğunun düsturu. Əlavə olaraq bu düstur haqqında sizə deyəcəklərim var. Bu düstur deməli nəyin düsturudur? Bir oldu nəyin? Qiymətlər çoxluğunun və yaxud da ki, oblast sözünə görə bilərsiniz. İkinci, bu funksiya y olacaq funksiyanın nəyin? Ən böyük qiymətin, ən kiçik qiymətin düsturudur. Həm də ki, parabolanın təpə nöqtəsinin koordinatları düsturudur. Parabolanın təpə nöqtəsinin koordinatıdır y0. Təpə nöqtəsinin koordinatı deməkdir. Sadəcə kord yazıram. Bu oldu belə. Yəni biz hansı ki ada çəkilsə qiymətlər çoxluğu üst tuturuq bu düstura. Ən kiçik ən böyük qiymət desə qaçırsınız bu düsturu götürürsünüz. Parabolanın təpə nöqtəsinin koordinatı desə y-ni tapmaq üçün bu düsturdan istifadə eləyəcəksiniz. Bu oldu artıq ilkin növbədə anlayışlarımız. Uşaqlar, məsələn, bunun üstdən keçdik. İndi buna aid misallar da testdə görəcəksiniz. Əsasən bunların qrafikləridir. Qrafiklərə diqqətli olmaq lazımdır. Bu belə. İndi baxıram nəyə? Parabola qrafikinə baxaq. Deməli, funksiyanın qrafiki sözlə yazıram əvvəlcə. Qrafik nədir? Parabola. 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 Bu oldu funksiyanın qrafiki. Və parabola hansı şəkildə yazılır? Ya olacaq bu şəkildə, ya da olacaq. İndi parabolanın müxtəlif halları var. Bunu şərti olaraq göstərirəm sizə. Yəni, üzü yuxarı da ola bilər, üzü aşağı da ola bilər. Yəni, bu müxtəlif yerlərdə vəziyyətinə görə dəyişir. Yəni, bu qrafiki götürürəm sağa, sola, aşağı, yuxarı, çarpaz şəkildə hər tərəfə fırlaya bilərəm. Bundan sonra başlayır əsas işlər. İndi biz hardan biləcəyik parabolanın üzərindəki A hərfidir, B hərfidir, C hərfidir. Bunların işarələri nəyə bərabərdir? İndi nə edəcəyik? Burada şərtlərə görə qrafiklərin qiymətlərini yazacağıq. Məsələn, birinci növbədə necə nəyi təyinləmək lazımdır, onu deyim, sonra aşağıdan qrafiklər üzərində işləyərik. Birinci, A hərfinə görə, parabolanın qollarına görə təyin olunur. Yəni, parabolanın qolları yuxarı olanda A sıfırdan böyükdür uşaqlar. A sıfırdan böyükdür, yəni müsbətdir. Aşağı olanda A sıfırdan kiçikdir. Yəni, bu nə deməkdir? Baxın, bu parabolanın qollarıdır. Yuxarıdırsa A sıfırdan böyükdür. Və yaxud da ki, bunu çəkirəm. Parabolanın qolları üz aşağıdırsa A sıfırdan kiçikdir. İndi bunların A-nın, B-nin, C-nin hər üçünün olduğu qrafiklərdə çəkəcəm sizə.
İkinci növbədə biz C-ni təyin edəcəyik. B-ni ən sona saxlayırıq. C nə edəcək? Y oxunu kəsdiyi nöqtə. Necə ki, bundan əvvəlki funksiyada B-ni harda baxırdıq? Y-in üzərində. Eyni şəkildə C də burada sabit olduğuna görə funksiyaya baxın. C ən sonda yerləşir. O birisi funksiyada B ən sonda yerləşirdi. Yəni, ən sonda yerləşənləri, yəni yanında hərf olmayan, x olmayanı, məchul olmayanı nə edirik? Y-in üzərində axtarırıq. İndi burada eyni şəkildə Y oxunun üzərində baxırıq. Üzərində baxırıq. Yenə Y oxunun yuxarı hissəsində olsa məlum məsələdir ki, sıfırdan yuxarıdadırsa müsbətdir, sıfırdan aşağıdadırsa mənfidir. Və son olaraq B-yə baxacaqsınız. B çox önəmlidir. Bunu təyin etmək diqqət tələb eləyir. Amma çətin bir şeydir, asan deyil. B-yə nə edirsiniz? Söhbət C-dən gedəcək, sonra B-yə keçir. C-dən həmin anda yuxarı qalxırsa, qrafikdən söhbət gedir. Yuxarı qalxırsa, B sıfırdan böyükdür. Aşağı enirsə, düşürsə, B kiçikdir, sıfır olur. İndi gəl bunların hər üçün təyin eləyən qrafiklər çəkəyim. Rəngi dəyişim, qrafikləri çəkim, sonra diskriminantın hallarına baxacağıq. Y oxu, X oxu. Y oxumuz, X oxumuz. Y oxu, X oxu olsun. Baxıram indi uşaqlar birinci hala. Y-in kəsdiyi nöqtə C nöqtəsidir öz yerində. Birinci baxaram qollara. Hər zaman qollardan başlayın. Qollar yuxarı. Baxıram. Demək, qollar yuxarıdırsa A0-dan böyükdür. İkinci növbədə C-ni tapırsınız. Y-lə kəsdiyi nöqtə. Y oxun üzərinə gəlirəm, görürəm. Hə, burada kəsişiblər. C nöqtəsi harada yerləşir? Sıfırdan aşağıda. Deməli, C mənfidir. Baxın, B-nin təyin olunması qaydasına baxın. Dedik ki, C-dən həmin anda nə iş görürsə, onu götürürük. İndi C qrafikin üzərində tapdıqdan sonra baxıram ki, bu qrafik nə edir? Yuxarıya doğru qalxmağa gedir. Gördünüz, C-dən həmin anda bu yuxarı qalxır. Bax, bu hissə B sayılacaq. İlkin versiyanın sonra B sayılır. Yuxarı qalxmağa çalışdığına görə B də sıfırdan böyük olacaq. İndi gəlin ikinciyə baxalım burada yenə. Deməli, qollara baxıram. Qollar nədir? Üz aşağıyadır. Deməli, A-nın qiyməti mənfidir. Y-lə kəsdiyi yerə baxıram bu hissəyə. Bura C-dir. C sıfırdan böyükdür. Çünki sıfırdan yuxarıda yerləşir. İndi B nöqtəsinə baxıram. Əvvəlcə buradan bura qədər artıb gördünüz. Əvvəl nədir? Sona baxırsınız. İlkin növbə B sayılır. Buradan bura qədər nə elədi B? Artdı. Deməli, B sıfırdan böyükdür. Artıq bundan sonra azaldığı mənə məlum, maraqlı deyil. Əsas nədir? İlkin hissədə nədirsə ona baxmaq lazımdır. Baxıram indi bu qrafikə. Burada nədir? Qollarımız yuxarıdır. Deməli, A sıfırdan böyükdür. C ilə kəsdiyi yer Y-in buradır. Deməli, C də sıfırdan böyükdür. C-dən həmin anda, baxıram neyini? Bu da yuxarı qalxıb. Deməli, onda B də sıfırdan böyükdür. Gəldim digər tərəfə. Qolları görürəm ki, funksiyanın qolları qrafikdə aşağıya şəkildə verilib. A deməli mənfidir. Y-lə kəsdiyi yer bura. C yuxarıda yerləşir, sıfırdan böyükdür. Bir dənə B-nin aldığı aralığa baxın. Neynir? C-dən həmin anda aşağıya düşdü. Aşağıya düşdüyünə görə B-nin qiyməti olacaq mənfi. Hər kəsə aydın oldu mu? Kiməsə qaranlıq qalmadı ki. Abdullah aydındır. Abdullah. Səsin gəlmir. Mikrofonu bağlayırsan, danışıb sonra açırsan deyirsən. Başa düşdüm mən. Canan aydındır. Bəli. Aliyə. Bəli. Qrafiklərlə bağlı getdik. İndi gəlin baxaq diskriminantın şərtlərinə. Qrafikin müxtəlif hallar olacaq. Sonra parabolanın təliyini keçəcək.
Yazıram onda diskriminantın şərtləri. Sıfırdan böyük olmalıdır. Belə şeylər məniyim. Bəli. Bu lazımdır. Ona görə. Çünki bəzi hallarda, variantlarda 4AC, B kvadrat çıx 4AC görəcəksiniz. Onda çaşmayın deyil. Burada deyim getsin. Sonra diskriminantın şərtlərinə gələndə, əgər üstən şərt var da, diskriminant böyükdür sıfırdır. Əgər diskriminant sıfırdan böyükdürsə, onda qrafik göstəriləcək sizə bu şəkildə. Yəni, x oxunu kəsdiyi nöqtədə 2 yer var. Bir buradır, bir də buradır. Bu halda diskriminant sıfırdan böyük olduğunu göstərir. Diskriminant nə deməkdir? B kvadrat çıx 4AC. Yəni bu sıfırdan böyükdür. Belə olduğu halda qrafiki bu şəkildə görəcəksiniz. Keçirəm indi diskriminantın ikinci şərtinə. İkinci şərtdə deyirəm diskriminant sıfırdan kiçikdir. Diskriminantın sıfırdan kiçik olduğu halında qrafik x oxuna dəyməyəcək. Öz aləmində y oxun üzərində qalacaq. Heç vaxt bu xəttlə gəlib kəsişməyəcəklər. Yuxarıda qalmalıdır mütləq şəkildə. Onda görəcəksiniz belə yazacaqlar. B kvadrat çıx 4AC kiçikdir sıfırdan. Və üçüncü halda diskriminant bərabərdir sıfırdır. Əgər diskriminant sıfıra bərabərdirsə, qrafikin təpə nöqtəsi x oxunun üzərində yerləşəcək. Yəni, buna bir nöqtədə dəyəcək. Mütləq şəkildə bir nöqtəsi bura dəyəcək. Başqa bir nöqtəyə dəymə ehtimalı yoxdur. Aydın oldu. Onda burada yazıram ki, b kvadratı çıx 4ac bərabərdir 0. Buradımsa Aydın oldu. Sonra yəni, mikrofonu bağlayarsan səs. Bu oldu belə. İndi uşaqlar, baxaq nəyə? Parabolanın tənliklərinə. Parabolanın tənliyi necədir? İki dənə tənlik olacaq və bundan sonra da qrafiklərə keçəcəyik. Parabolanın tənliyi. Parabolanın əsasən bizə lazım olacaq iki tənliyi var. Parabolanın iki tənliyi var. Birinci tənlikdən başlayıram. Birinci tənliyi odur ki, y bərabərdir. A vurulsun x minus x1 vurulsun x minus x2. Bu oldu parabolanın birinci tənliyi. Bu qrafiki hansı formada görəndə yazırıq ona baxaq. Baxın, uşaqlar, mən burada nə yazdım? x1 və x2. Deməli, x oxunun üzərində 2 nöqtə olmalıdır. Baxın, bu bizim x1'imiz. Bu da bizim x2'miz. Burada hər zaman 0 nöqtəsidir. Bu isə x-in qiymətidir. Bu bölmədə x-in qiyməti hər zaman 0-a bərabərdir. Söhbət qrafiklərdən getdiyi halda. İndi ikinci tənliyə baxaq. Buna aid qrafikləri izah edəndə daha yaxşı başa düşəcəksiniz. İkinci tənlik A vurulsun x minus x0 mötərizə kvadratı üzərinə gəlinsin y0 şəklində təyin olunur. İndi bunun qrafikinə baxsaq, qrafik uşaqlar havada qalacaq. Bu şəkildə göydə qalır. İndi bunun baxın, təpə nöqtəsindən aşağıya düşüm, x-in üzərinə düşən yer var ha. Bura x0 sayılacaq. Buradan bu hissəyə gələn yer isə y oxuna dəydiyinə görə y0 sayılacaq. Burada biz y-in qiymətini görəcəyik. Y oxunun üzərində y-in qiymətidir. X-in qiyməti də burada hər zaman 0-a bərabərdir. Bunu unutmuruq. Bu getdi öz qaydasında. İndi bunları həll etmək üçün bizə lazım olacaq nə? Şərtləri yazıram sizə. Birinci, taktikalar deyək də. Mən hər dəfə durub tənliyi burada yerinə yazıb həll eləyəsi deyiləm ki. Əvvəlcə taktikaları bilək ki, variantları çıxmaqla işimizi asanlaşdıraq. Yazıram variant çıxma üsulu. Variant çıxmaqla həll üsulu. Variantlardan hər zaman sizə 4 dənəsi gedəcək, biri avtomatik cavab kimi qalacaq. Yəni, bu 70% bundan cavabınız konkret çıxacaq. Digər 30% artıq 2 dənə misal olacaq, birində müsbət, birində mənfi söhbət olacaq. Ona görə artıq nə etməliyik? Məcburuq ki, burada düsturdan istifadə eləyək də, qiyməti tapaq, ondan sonra dəqiqləşdirək. Amma ona da çox ehtiyac qalmayacaq. İndi mən misalları izah eləyəndə görəcəksiniz ki, o qədər də çətin bir şey yoxdur. Baxın bura. Variant çıxmaqla həll üsulu deyəndə nəyə baxacaqsınız? Birinci nə edirsiniz? Qrafikin qollarına baxırsınız. Qollara bax.
Bax, birinci sırayla hara baxmaq lazım deyəcəm. Qollara baxdın. Qollar yuxarıdırsa, qollar yuxarıdırsa, mötərizə yazılanda qabağında müsbət cavab axtaracaqsınız. Qollar aşağı olanda mötərizənin qabağında mütləq mənfi görməlisiniz. İndi ikinci növbədə x-ə bax, x-ə bax. Əgər x-in qiyməti, x-in cavabı x bərabərdir, müsbət ədəd olsa, mötərizənin içində götürəcəksiniz x çıxılsın ədəd. Müsbət olsa mənfi götürürsünüz, mənfi olsa müsbət götürürsünüz. Əgər yazsam ki, x mənfi ədəd, x mənfi ədəd, onda yazıram x plus ədəd. Daha sonra bir də baxıram nəyə? Funksiyalar, parabola. Bir də baxıram nəyə? Sonuncu yerdə y-ə baxıram. Y nədirsə özünü götürürəm. Sonuncu yerdə y-ə bax. Bu zaman y-in özü nədirsə elə götür. Özü nədirsə onu götür. Onu götür. Əksər hallarda K-nın orada A hərfi lazım olacaq bizə. Gəlin sonuncu əsas məsələni sizə deyəcəm. Qrafikin üzərində hər şey təyin edəndən sonra elə bil ki, iki dənə variant arasında qalacaqsınız. O zaman nə edirik? Funksiyada x-in və y-in qiymətlərini görəcəksiniz. Orada x-ləri bir-birinə vuracaqsınız. X-ləri bir-birinə vurursunuz. Bax, belə yazıram. A bərabərdir. X1 vurulsun x2 bölünsün y-in üzərindəki cavab. Bax, A-nı belə təyin edəcəksiniz. Rahat olsun deyə deyirəm sizə. Bu bir hal. İndi gəlin nə edək? Qrafiklərə baxağım. Bir dənə gözləyim, mən sizə test toplusunun suallarını açım ekranda. Variantları çıxmaqla həll üsulunu öyrədim. Rahatlıqla bilin. Kitabı tapam. Atmışdım mən kitabları. Buradadır. Birinci növbədə hərəsindən qrafiklərin bir sual mən izah eləyəcəm. Sonra növbə ilə bütün qrafikləri sizə izah etdirəcəm. Funksiya bitəndən sonra keçəcək mövzuya. İndi baxaq uşaqlar. Bir-bir qrafikləri izah eləyirik. Birinci növbədə birini mən izah eləyəcəm sizə. Sual 24-dən başlayırıq. Variant çıxmaqla üsulları öyrədirəm. Baxın bura. Tam diqqətlə dərsə qulaq asın. Birinci, baxıram nəyə? Parabolanın qolları aşağıdır. Deməli, aşağıdırsa qabağında mənfi olmalıdır. D variantında mötərizənin qabağında mənfi yoxdur, atıram. Y variantında mötərizə yoxdur, atıram. Keçirəm indi nəyə? X-in qiyməti 1-dirsə, mötərizənin içi mənfi 1 olmalıdır. Mötərizənin içində müsbət 1 yazılıb, atıram. Y-in qiyməti buradan gəldi, hara? Mənfi 1-ə. Deməli, axırda mənfi 1 olmalıdır, C variantı. Aydın oldu? Bəli. Müəllim, orada axırda dayanan mənfi bir nəyin qiymətdir? Y-in Kənan, Y var. Bax burada. Bax təpə nöqtəyə bax. Biri X-dir, biri də Y-dir. X-i müsbətsə mənfi götürürəm. Y-in isə özünədirsə onu götürürəm. Şərtdə elə yazmışdım da. Hə. Qaydaya bax. Nə yazmışdım qaydada? Gözlə. Bax bura. X-i nə edirdim? Əksini götürürdüm. Müsbət ədəd olanda mənfi götürürəm. Mənfi olanda müsbət götürürəm. Y-i isə özünün olduğu kimi götürürük. Belə yazmışam. İndi gəlin bura. Sual 26-ya baxaq. Düzgün yaxınlaşdırın bunu. Bu sualda mən izah edeyim, sonra növbəyə qoyacağım, sırayla siz deyəcəksiniz. İndi baxıram buradan. Dedim ki, qollar nədir? Üzü aşağıya, deməli mənfi olmalıdır. C variantında mötərizənin qabağında mənfi yoxdur, atdım getdi. B variantında mötərizə yoxdur, atdım getdi. X-in qiyməti mənfi 2-dir, amma biz axtarmalıyıq müsbət 2. D variantındakı mənfi 2-ni atıram. Y-in qiyməti də baxıram buradan nədir? Müsbət 1-dir. Deməli olduğu kimi müsbət 1 harada var? A variantında. Aydın oldu. Ben niye Y olmadı? Niyə nə olmadı? Y. Abdullah, Y-in qiyməti burada neçədir? Ha, bildim. Müsbət 1 olduğu kimi götürürük. Gəl indi bura. Sual 27-ni sən izah elə Abdullah, səndən başlayaq. Birinci qollara baxırdıq da. Hemen qollar yuxarıda müsbət olacaq. D gedir. D variantı Y-dən istəyirəm. mötərizə Y yoxdur. variantda mötərizə yoxdur, atdım getdi. X-in qiyməti X-in qiyməti 2-dirsə mənfi 2 götürəcəm. C-ni atıram.
C-ni atıram, bəli. Y-də 1-dir. Hamısının sonunda Cavab 1 var. olacaq. A ilə B-nin arasında qaldım. Hə, indi nə edəcəksən burada? Artıq A ilə B-nin arasında qalanda A ilə B-nin arasında qalan nə edəcək? Səhifə 10. Artıq düstur var da, orada yerinə yazmaq lazımdır. Eşidirsən? Bəli. Bax, qollar yuxarı olanda bax düstur var idi. Havada qalan qrafikin düsturu var idi. Görsən? İkinci Aşkar. düstura bax. Bax bu Bəli. havada qalan düstur. Görsənmi? Bax bu düsturda Bəli. yerinə yazaq gətir qiymətləri. A hərfi lazımdır bizə. Birinci növbədə düsturla deyəcəm, sonra sənə bir yol deyəcəm, ondan baxarsan. Baxın bura. Görürəm ki, düsturumuz belə. Düsturu əvvəlcə yazdım sənin üçün. Y bərabərdir. A vurulsun. X minus X sıfırın mötərizə kvadratı üzərinə gəlinsin Y sıfır. Bunu yazdım bura. Bu düsturumuz. İndi nə edəcəksən? Burada Y-in yerində durub 9. A hərfi yoxdur. X-in yerində hər zaman 0-dır. X-in də qiyməti 2-dir, yerinə yazıram. Plus Y0-ın da qiyməti 1-ə bərabərdir. Bunu yazdıqmı? Bunu hesablayacaqsan. Mötərizənin için mənə 4 verəcək. Oldu burada 4A. Üstə gəlinsin 1 bərabərdir 9-a. 4A bərabərdir 8-ə. A-nın qiymətini buradan tapıram 2. Deməli, mötərizənin qabağında 2 olmalı. Oldu burada B variantı. Bura kimi aydındır? İndi Bəli, bunu düstursuz yazmaq yolunu deyirəm sizə. Bax, düstursuz yazmaq yolunun taktikası. Bir də başınızı ağrıtmayın. Buradakı ədədi kvadrata yüksəldirsən, nə verəcək sənə? 4. Bunları da bir-birindən çıxırsan, buraya yazırsan. 8. 8 4-ə böləndə nə qaldı? 2 qaldı. Aydın oldu. bəli. Deməli, nə etdim? Y-ləri bir-birindən çıxdım və X-in kvadratına böldüm. Gəlin onu qaydanın içərisinə əlavə edeyim. Mənim rekorddadır. Rekorddadır, bəli, Kənan. Yeni gəlin belə eləyim də. Bunu gözləyin, 2 dənə yerə böləcəm sizə. Bunun altından birinin düsturunu yazdım. Digərində altından birinin düsturunu yazacağım sizə. Baxın, bu düşürdü bura X-in qiymətinə. Bu da düşürdü burada Y-in 0 qiymətinə. Bu da Y-i kəsdiyi. Deməli, A hərfini tapanda nə edirəm? Y-dən çıxıram Y0-ı, bölürəm X-in kvadratına. Bu bir düsturdur. Bir də var uşaqlar. Bir də var bu hal. Bax belə. İki yerdə kəsdirir. X1, bir də X2. Düzdürmü? Bu da Y də. Buradan A-nı tapanda siz Y-i X1 ilə X2-nin hasilinə bölməlisiniz. İndi ona aid də misal olacaq. İndi gəlin baxalım burada sual 29-a. Ya da bunlar qalsın. Birinci o biri tip qrafikləri bitirək, sonra bu tipə keçək. Birinci bir tipi tam mənimsəyək. Baxın indi buradan. Kənan, sən izah elə sual 32-ni. Kənan. Yəni eşidirsən? Bəli. Hə, sən izah elə 32-ni. Birinci baxırıq. B gedir. Mən Çünki göstərəcəm parabolun proqramı, zəhmət olmasa gözləyin. Necə? Qollar oldu yuxarıya. yuxarıdır. Qollar Müsbətdir. yuxarıdırsa müsbətdir. A Çıxaq ilə qayıtda. D. A ilə D getdik. Çünki qarşılarında mənfi var, olmaz. Sonra X-in qiyməti X-in qiyməti müsbətdir. aha, Dəyişir. bəli, Y götürəcək hansı variantı getdi. variantı? Y variantı getdi. İndi Y-in də qiymətini içəridə buradan görürəm sonunda. Bax, təpə nöqtədən gəl həmişə. Y-in də qiyməti -3-dür. Oldu C variantı. Aydın C oldu. variantı. Bəli. İndi baxıram bunlardakı qrafiklərə. Bax, belə veribdir. İndi misalı verib biz qrafik seçməliyik. Bu tip üsuldan eynəyəcəksiniz. Uşaqlar, baxın, buradan əmsallar belədir də. 1, 1, -2. Yəni, A-nın qiyməti 1-dir, B-nin qiyməti də 1-dir. C-nin qiyməti isə -2-dir. Düzdürmü? A-nın qiyməti müsbətdir. Deməli, qollar yuxarı olmalıdır. A variantından qol aşağı, B variantından qol aşağı. Bunlar getdilər. Düzdür? C-nin qiyməti nə idi? -2-dir. Yəni, aşağıda mənfidə kəsməli. Burada baxıram, C-nin qiyməti harada kəsib? 0-da kəsib. Deməli, D variantında silirəm. İndi baxıram nəyə? Ya bunu V ilə yazaram. Üsullarımız çoxdur. Ya da ki, B-nin qiymətinə baxaram. B müsbətdir. Düzdür?
Bax burada nə olub? C aşağı düşür deyə B mənfidir. Gördünüz? Buradan bura qədər azalıb deyə B mənfidir. Amma burada yuxarıya qalxır deyə B müsbətdir. B-nin müsbət olduğu variant C variantıdır. Aydın oldu. Və yaxud da ki, belə baxa bilərsiniz diyetlə. Tənliyin kökləri cəmi x1 üstəgəl x2 bərabərdir. Burada x-in əmsalı 1-dir. Mənfi 1 götürürük. Hasili də olmalıdır mənfi 2. İndi qrafikin üzərində baxıram. Vuranda mənfi 2 almalıyam, toplayanda mənfi 1 almalıyam. C variantına baxın. Mənfi 2-ni 1-ə vuranda mənfi 2 eləyir. Mənfi 2 ilə 1-i toplayanda mənfi 1 eləyir. Ona görə C variantını bu şəkildə götürə bilərik. Hər iki hal doğrudur. İndi sual 35-ə baxın. Və bu şəkildə qrafik olanda, bu şəkildə. Bu havadadır. Mən nə işim var burada? Bunu atıram getdi. Gəldi indi bu tərəfə. Görürsən nə ya? Burada C variantı nədir? Olmaz. Çünki qollar aşağıdır. Bu da havada da olmaz. Deməli, ya Y-dir, ya da ki B-dir. Bunu da rəsm bir yerə qoyublar. Bu nədir? İndi baxıram qrafikin funksiyanın özünə. Funksiyada nə yazılıblar? X kvadrat çıxılsın x çıxılsın 6. Yəni toplayanda eləməlidir müsbət 1, vuranda eləməlidir mənfi 6. Bu da mənfi 3 ilə 2 olar. İndi baxıram, mənfi 3 ilə 2-də hansı variantda olacaq? B-də. Yox, indi x-lərin əksini götürürdük Kənan. Bu mənfi 3-dür. Biz əksin götürürük də bunları. Mənfi 3 2 tapmışamsa əks kimi götürürük. Baxın bura. Toplayanda 1 eləməlidir. Müsbət 1. Düzdür? Mənfi 2, 3. Və bu şəkildə. Müsbət 1 şəklində olacaq. Oldu mənfi 2, 3. Proqramın adı yoxdur əslində. Bizi dəqiq uşaqlar. PDF-in üzərinə məsəl üçün getdim. Şimdi bir protokol açın burada. Burada birlikdə sözü var. Buna vururam. Bu göylə işarələnən proqram var. Microsoft Edge. Onunla gəlirəm. Yaxşı, davam eləyək. Sual neçəyə baxaq? Sual 40-41. Bunları atın qırağı, sonra baxacağıq. Sual 48-ə baxaq. Aliyə, sual 48 sən izah elə. Bəli, var. Aliyə, buyur, davam elə. Test görünmür. Ekranda paylaşılmayıb ki, hansı səhifə görünür bəs? Hə, o bir səhifədədir. Hə, görünür indi. Göründü. Elə bir ki, parabolanın qolları yuxarıdırsa, əvvəlində mənfi olanları atırıq. E variantı getdi, orada mənfi verildi. Bəli. X-in X-in qiymətləri. qiyməti 1,3. Bunlar müsbət veribsə, müsbətdir də, amma içəridə mənfi olmalıdır. Ay, sağ ol. Ona görə də B variantında çıxırıq. Bəli. B variantında çıxırıq. Y-in qiyməti 2-dir. Bu sonda özü kimi olur. Burada Bu ondan verməyib. deyil də. İndi bu ikinci qrafik, ikinci haldır. Bizə lazımdır A hərfini tapmaq. A-nı tapanda demişdim ki, X-ləri bir-birinə vurub məxrəcdə yazıram. Düzdürmü? Yəni biri vurdum 3-ə. olur da, bəli. Burada biri vururam 3-ə. Yuxarıda Y-in özünü yazıram. Oldu onda 3-də 2. 3-də 2-də hansı variantda var? A variantında. Aydın oldu. Bəli. Sonra gözləyin görün, burada da qrafik olacaq. Abdullah 49 izah elə. 9-da qollar aşağıdadır. O C gələcək. Bu mənfi bərabərdir bu. Bəli, C variantı Y gələcək, Y gələcək. Y gedəcək. Aha, sonra Eee, X-in qiymətləri X-in qiyməti mənfi 4 1-dir. Biz nə Əksini götürəcəm götürəcəyik? 4 mənfi 1. Ay sol. Hansı variantda getsin? Yenə D gələcək. İki variant arasında qaldıq. Artıq nə lazımdır bizə? A hərfini tapmaq. Və A variant, tapacağıq. burada nə etməliyəm? X-ləri bir-birinə vururam məxrəcdə. Yuxarıda da Y-in cavabını yazıram. Bax belə. Aydındır? Və Bu da oldu. Mənfi 2 B dəfə variantı. çıxar gedəndə. Bəli, B variantı olacaq. Gəldik sual 50-yə. Kənan 50. İzah elə. Parabolanın ağzı aşağıdır. A getdi, Y getdi. Maddi orada düşməyib.
D buradadır Kənan. D variantı budur. Sonra x-ə baxırıq. X mənfi 1-lə 2-dir, dəyişməlidir. Bəli. Nə olmalıdır, yəni dəyişib? Müsbət 1-lə mənfi 2. Hansı variantda yoxdur? C də yoxdur. Bax, -1, 2 yazıblar. Bunu atdım. Əldə iki variant qaldı. İkisi də bir-birinə oxşayır. Bir dənə qabaqları fərqlidir. Qabağı da tapmaq üçün qayda dedim. Nə olacaq Cavab D onda variantı. qayda? D variantı. Bəli. Bax, -1 Mənfi. ilə 2-ni bir-birinə vururam. -1 ilə 2-ni. 3-ü də yuxarıya yazıram. O da olacaq -2 də 3. Olu D variantı. Tipli qrafiklərə aydın oldu. İndi sual 51 tipli qrafiklərə baxırıq uşaqlar. Mən bunu bayaqlar sizə qaydanın içərisinə onsuzda demişəm. Burada problem yoxdur. İndi gəlin biraz da testin üzərində izah edeyim. Variantlardan necə işləyəcəksiniz. Baxırsınız nəyə? Paraboladan yenə işləyəcəksiniz qollardan. Hər zaman qollar sizin köməyinizə çatacaq. Qollar aşağı, qollar yuxarı söhbətidir. Qollar yuxarıyadır. Deməli A-nın qiyməti müsbətdir. İkinci növbədə C lazımdır. Mənə Y ilə kəsişdiyi yerə baxıram, bu hissədədir. C-nin qiyməti görürəm 0-a bərabər. Deməli C də bərabərdir 0-a. Əgər əlavə olaraq B-ni də tapmış olsaydıq, B də buradan aşağıya düşür. Baxın, buradan bura. Deməli, B-də mənfi olardı, lazım olsaydı. Deməli, A müsbət, C-də 0-a bərabər olan variant oldu B variantı. Sonra baxaram buradan 47-ci suala. 47-yə baxaq Aliyə. Bir qollar aşağıdır. A-nın işarəsi mənfi olmalıdır. A kiçikdir, 0 olur. Bəli. C müsbətdir də. Çünki Y müsbət nöqtədə Bəli, burada kəsirdir. kəsir C ilə. Oldu C müsbət. Bəli, B C-dən də həmin anda yuxarı qalxdı. B də 0-dan Bəli, böyük birinci olur. növbədə həmin anda yuxarı qalxdı buraya qədər. Deməli, onda B də 0-dan böyükdür. İndi baxıram nəyə? Variantları bir-bir analiz etmək lazımdır. A-nın işarəsi mənfi, C-nin işarəsi müsbət, B-nin işarəsi müsbət. Buna görə yerinə yazaq. Məsələn, D variantına baxıram. A mənfidir, B müsbətdir. Biri mənfi, biri müsbətdirsə niyə 0-dan böyük olsun? Atıram getdi. Y variantında A Biri mənfi, biri mənfi, C müsbət müsbət. olmaz. Bəli. B variantında A mənfi, müsbət, müsbət. Bəli, bu Bəli, da olmur da. olmaz. Bura baxsam A mənfi, C müsbət. Bu da olmaz. Amma bura baxıram. B ilə C-ni bir-birinə vurur. Elə bir müsbəti müsbətə vurur. A-nın özü mənfidir. Qabaqda da bir dənə mənfi var deyə bu müsbətə çevrilir də bir-birindən. O da 0-dan böyük alınır. Olur A variantı. Aydın oldu. Bəli. Kənan, sual 46-nı izah elə. A müsbətdir. Bəli. C-ni aşağıda kəsir. Bəli. C mənfidir. Bəli. B-dəki mənfidir. Hardan bildin B-nin mənfi olduğunu? Nöqtə qoymuşam C-yə. C-dən sonra nə edir bu adam? C-dən Və görürsən yuxarı nə edir? qalxır. Yuxarıya qalxır. Bəs niyə tələsirsən? B oldu 0-dan böyük. Və bu B variantı nə idi? Bayaq qayda izah elədim sənə. Nə idi bu düstur? Diskriminant. Diskriminant 0-a bərabər olsaydı, burada 2 yerə dəyməzdi. 1 yerə dəyərdi də. Deməli, B variantı səhvdir. Bunu tulla getsin. Səhvdir. Get C variantına bax. A ilə C. A O da səhvdir. müsbətdir, C mənfidir. Bəli, səhvdir. Y variantında A müsbətdir, B də Cavab müsbətdir. variantı. Bu mənfi hardan çıxdı? Atıram getdi. D variantında B müsbətdir, C də mənfidir. Niyə 0-dan böyük olsun? Bunu da atıram. Bəli, cavab oldu A variantı. Sual 43 Abdullah. A-sı mənfidir, Bəli, C-si mənfidir, bəli. B-si müsbət. B isə bəli, C burada olduğuna görə buradan həmin anda yuxarıya qalxır. Deməli, B müsbətdir. Variantlara baxsam. B variantı nədir, Abdullah? Bu nəyin düsturudur? B diskriminantın Bəli, 0-a bərabər hal doğrudurmu bu qrafikə görə? 0-a bərabər al, xeyr, Hansı halda bəs bu grafikdəki diskriminantın? 0-dan böyük. A sol. B variantını atıram. Getdi. Sonra Deməli, A variantına baxıram, müsbətdir, mənfidir, bu getdi. A, D-yə baxıram, mənfidir, bu da getdi. Müsbət cavab 7. bəli, Y-də A mənfi, C mənfi, bu da müsbət. Oldu müsbət Y variantı. Doğrudur, bəli. 42-yə də baxağın. Aliyə 42.
Parabolanın qolları yuxarıda A sıfırdan böyük olur, müsbətdir. Bəli. C-nin işarəsi müsbətdir, Y müsbət nöqtədə kəsdi. B-nin işarəsi müsbətdir, həmin anda yuxarı qalxır. Bəli. Hamısı C müsbətdir. işarəsi müsbət, B-də müsbət. Hamısı müsbətdir. Bu mənfinin nə işi var? Bu mənfinin nə işi var? Hamısı müsbət olan ədəd nə vaxtdan sıfıra çevrilir? Nə işi var? Diskriminantı sıfıra bərabər olan qrafiki deyil, nə işi var? Oldu C variantı. Aydın Bəli. oldu? Bəli. Hadi. Gəldik 41-də. Kənan 41. Müəllim, A müsbətdir. B Bəli, variantı qollar getdi. yuxarı, C A variantı getdi. variant çıxartma, cavabı çıxart mənə. Variant vaxtı deyil burada. Soram. Yenə də mən. C-dəki aşağıdadır. O da mənfidir. Füsudə variant vaxtıdır. Cavab A-nın yoxdur. müsbət, C-nin mənfi olduğu variantı rahat görmək olmur ki. Füsudə Yox, D variantı. Hələ hə. variant çıxır. Dedi. Abdullah sual 40. Deməli, A-sı müsbətdir. Nəyi soruş? C-dəki müsbət. Bəli. Bu da yuxarıda kəsdiyinə görə C-də müsbətdir. Hər iki sıfırdan böyük olan variantımız da oldu Y variantı. Hər kəsə aydın oldu qrafiklər. Çətin deyil ki. Bəli. Uşaqlar, bu getdi. Qrafiklərlə bağlı sual olmayacaq. İndi baxıram nəyə? Bunlar qaydaya əsaslanan suallardır. Qiymətlər çoxluğunu tapın deyir. Qiymətlər çoxluğu sözünü görən kimi düsturumuz 4A, İstimad da C gedir, dəmir. çıx B kvadrat bölünsün 4A. Bu düsturu yazdın, hesabladın, aldın cavab 18 məsələni. Onda götürməlisən transkripsiyanın içində 18-dən müsbət sonsuzluğa bu şəkildə. Məsələni deyirəm. Cavab nədir bilmirəm. Əslində bilirəm, sadəcə hesablamıram, yolunu göstərirəm. Aydın oldu, cavab oldu 18-dən müsbət sonsuzluğa. Yəni sadəcə burada qiymətləri yerinə düzgün şəkildə yazıb hesablamaq lazımdır. Və əgər qaydanın içərisində bir dənə keçid etsək, burada sizə bir şey də ekstradan deyim. Bayaqki qaydanın içərisində. Uşaqlar, bu qiymətlər çoxluğun içərisində yazmışam düsturu sizə bu şəkildə. Bu düstur nə vaxt doğrudur? Bu çərçivə, bu düstur. Əgər A hərfi sıfırdan böyük Mən olarsa, heç bu